Salam, axşamınız xeyir. DİM 2026 riyaziyyat model suallarının izahına baxaq. Birinci sualda deyilir ki, 3 rəqəmlər ədin yüzlüklər mərtəbəsindəki rəqəm. Mən bunu şagirdlərimə atmışam işlətməyə. Onu demək istəyirəm ki, bütün şagirdlər öz qruplarına yoxlayıb sualları yazsınlar ki, neçə düzümüz var. Öz qruplarına şəxsiyə yazmasınlar. Qrupa yazın ki, yoxladıq müəllimə. Mən bilim 25 sualdan 14 dənə düzüm var, 21 dənə düzüm var, səhvsiz yazmışam və s. Bismillah, getdik. 3 rəqəmlər ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda ədəd 369 vahid azalar. Verilmiş ədədin rəqəmlərinin cəmini tapmaq lazımdır. Lövhəni 2-yə bölüm sizin üçün. Daha doğrusu özüm üçün. Adı sizin, dadı mənim. Bu mənim 3 rəqəmlər ədədim uşaqlar. Deyir ki, yüzlüklər mərtəbəsi 6 ilə bitir. Onda ədədimi belə işarələyə bilərəm də 6xy. Deyir ki, bu ədədin əvvəlindən altını silib sonuna yazırsan. Ədədin əvvəlindən altını silib sonuna yazdıqda belə bir şey alınır. Elə deyil, uşaqlar. Ədəd 369 vahid azalar. Yəni, onda belə çıxır ki, 6xy üstündə xət, çıxılsın xy6, bərabərdir 369 vahid azalarsa 369-a. Bunu da ən gözəl yolunu mən şagirdlər sizə demişdim ki, alt-alta yazsaz məncə daha qəşəng çıxacaq. xy6. Burada da üstündə xət yazarıq. Bərabərdir 369-a. İndi nə demişdik? Demişdik ki, y-dan 6-nı çıxıb 9 almışamsa, onda belə çıxır ki, müəllimə, mənim y-ım neçədir? 9-un üstünə 6 gələndə 15. Buradakı 5-dir. 5-dən 6 çıxanda olmur. 15-dən 6 çıxanda eləyəcək uşaqlar 9. Sonra, bax bu x-dan, bu y-ı 5 tapmışam axı. X-dan 5-i çıxıb, ay bu y-ımdır. X-dan 5-i çıxıb 6 almışamsa, onda belə çıxır ki, mən yazaram ki, bu hissəyə 5 üstə gəlinsin 6, 11. Amma bir vahiddə verdiyimə görə bura 2 yazıram. Bax, 2-dən 5 çıxanda çıxmaq olmaz, amma 12-dən 5 çıxanda bu 7 eləyir. Amma biz bir onluq vermişik axı digərinə. Ona görə 11-dən 5 çıxanda eləyəcək bu 6-ya. Daha sonra uşaqlar 6-dan da bir vahid çıxdığımıza görə burada 5 qalır. 5-dən də 2-ni çıxsam 3 eləyəcək. Yəni demək istədiyim, mənim ədədim 6, 2, 5 eləyəcək. Rəqəmlərin cəmi 6 üstə gəl, 2 üstə gəlinsin 5 eləyər. Nəticə etibarı ilə cavab eləyəcək 13 variant, C variantı. Gələk növbəti suala. Növbəti sualda deyilir ki, abituriyent kitabın 30%-ni oxuyub. Uşaqlar, kitabın 30%-ni oxumuşuqsa, mənim var olan kitabım 100% sayılır. 2 nömrəli sual. Mənim var olan kitabım 100%-dir, mən bunun 30%-ni oxumuşam. Sən demə müəllimə 70% mənim kitabım qalıb. Qalanın isə 25%-ni oxuyub. 70-in 25%-ni oxumaq, artıq 70-dən 25 çıxmıram. 100-ün 30%-dən, 100-dən 30 ona görə çıxıram ki, 100-ün 30% ilə 30 elədiyi üçün. Axı 75-in 25%-i 25 eləmir. 70-in 25%-ni tapıram. 70-i vurub 25-ə böləcəyəm 100-ə uşaqlar. 70-i də 25% də 4-dən 3 deməkdir də, elə deyil. Neçə eləyəcək? 7-ni vuracağım 25-ə, böləcəyəm ona. 7 vur 25 böl 10. Mən kalkulyatorla yazım, amma siz yazmayın uşaqlar. 17,5 eləyir. Bu qalıb, düzdürmü? Deyir, oxuduqdan sonra 25%-ni oxuduqdan sonra 210 səhifə qalarsa, mənim kitabım 100% idi. Həm 30%-ni oxumuşam, həm də 17,5%-ni oxumuşam. Onda belə çıxır ki, 30 üstə gəlinsin 17,5. Mən oxumuşam 47,5%-ni. Onda qalan kitab nə qədər olacaq? 100-dən çıxacağım 47,5-i. Axı, burada qalıbı veribsə, mən yenə də qalıbı tapmalıyam, elə deyil. Bəli, 100-dən də çıxacağım 47,5-i neçə eləyəcək uşaqlar? 52,5. 52,5. Yəni 52,5x-ın bərabərdir 210 səhifəyə. 210-u da böləcəyəm 52,5-ə. 52,5. 52,5-ə. O da eləyəcək 4, yəni 400. Mənim kitabım sən demə 400 səhifəymiş. Bu məsələlərdən də kifayət qədər çox işləmişik. Ümid edirəm ki, həll eləyə bilmisinizdir. Gəlirəm buna. Deyir, 3-də or mərkəzi çevrəyə AB toxunanı çəkmirsən və AD-də kəsəni çəkmirsən, deyir uşaqlar. Gəl, bunun üstündə yazmağa çalışaq bunu lap. Sonra sən deyir ki, ACB-ni sənə, ACB-ni. Bu bucağı sənə verib 110 dərəcə. Bura 110 dərəcədirsə, gənclər, 110. Bunun qonşusu 70 dərəcədir. Daxilə çəkilmiş bucaq 70 dərəcədirsə, söykəndiyi qövsün bundan 2 dəfə böyükdür. Bura 140 dərəcə eləyəcək. Bizdən bucaq anını soruşur. Uşaqlar, fikir verin, bura 70 dərəcədir. Ümumiyyətlə, bura 180 dərəcədirsə, 180-dən bu 140-ı çıxıb, bu qövsə 40 dərəcə yazaram. Bu bucağın da tapılmasının düsturu necə idi? 140-dan 40-ı çıxıb böləcəkdim 2-yə. Sən demə, mənim bucağım, A bucağım 50 dərəcədir. Həm də bunu izah elədim ki, belə tez.
OTK-ya getməmiş yaza biləsiniz sualları. 72-ni yazaram 36 vurulsun 2 kimi, 50-ni yazaram 25 vurulsun 2 kimi, 27-ni yazaram 9 vurulsun 3 kimi. 36-dan 6 çıxır, kökdə 2 qalır. 25-dən 5 çıxır, kökdə 2 qalır. Üzərinə gəlinsin 3 kökdə 3. Mən bunu biraz sadələşdirsəm, 6 kökdə 2-dən 5 kökdə 2-ni çıxıb bir dənə kökdə 2 yazaram. Üzərinə gəlinsin 3 kökdə 3. Üzərinə gəlinsin uşaqlar, üzərinə gəlinsin yox. Bu bərabərdir A kökdəki ilə B kökdə 3-ə. Onda belə çıxır ki, kökdəkinin əmsalı burada nədir? 1. Sən demə müəllimə A-mız 1 imiş. Kökdə 3-ün əmsalı nədir? 3. Onda sən demə B-miz 3-dür. 3 vur 1, üstə gəlinsin 3 istəyir. Nəticədə cavabımız eləyəcək 6. Gəlirəm 5 nömrəli suala. A və B rəqəmləri üçün bu qiymətin, natural qiymətini tapmaq lazımdır. Tapaq. Mən bunu yazaram uşaqlar. A tam 9-da B yazaram da elə deyil. Bu da yazaram B tam 9-da A. Məxrəclə işim yoxdur. Surəti biraz da sadələşdirmək istəyirəm. Burada A plus B-ni yazıram. 9-u A-ya vuraram. 9A üstə gəlinsin bir dənə B. Sonra obrisini yazaram. Üstə gəlinsin 9-u B-yə vurub 9B üstə gəlinsin A yazaram. Məxrəcləri bərabər olan kəsirlərin toplanması üçün məxrəclərdən birini yazıram. 9A-nın üstünə A gəlirəm 10 dənə A. 9B-nin üstünə B gəlirəm 10 dənə B eləyərəm. Burada da A plus B yazıram. Surətdən uşaqlar onu mötərizə xaricinə çıxartsam A plus B eləyər. Bölünsün 9 düşür məxrəcə A plus B yazaram. A plus B-lər gedəcək. Nəticə etibarı ilə cavab qalacaq 10 bölünsün 9. Tərəfi 7 olan düzgün altıbucaqlının böyük diaqonalını tapmaq lazımdır. Şagirdlər düzgün altıbucaqlı ilə bağlı nələri bilməlidir uşaqlar? Yadda saxlamaq lazımdır ki, düzgün altıbucaqlının böyük diaqonalının düsturu buraya yazıram. Böyük diaqonalının düsturu 2A'dır. Amma düzgün altıbucaqlının kiçik diaqonalının düsturu A kökdə 3'dür. Burada A tərəfdir. Bizə bu lazım deyil. Bizə lazımdır böyük diaqonal. Tərəfində 7 verib. Onda müəllimə, mənim böyük diaqonalım belə çıxır ki, 14-ə bərabərdir. Deyir, böyük diaqonallarının cəmini tapmaq lazımdır. Düzgün altıbucaqlının neçə dənə diaqonalı var? Uşaqlar, düzgün altıbucaqlının mən yazaram ki, ümumi diaqonallarının sayı üçün n vurulsun n-1 bölünsün 2 düsturu ilə hesablayaram. O da eləyəcək 7 vurulsun 6 bölünsün 2. Yəni 42-ni 2-yə bölsəm neçə eləyəcək? 21 dənə. 6 vurulsun 5-yə. 6 mən 7 bucaq, 6 bucaqlı deyir. 6 vurulsun 5. Düzgün altıbucaqlı n vurulsun n-1 bölünsün 2. 6 vurulsun, bu 6 diaqonal düstur deyil axı. Düzgün altıbucaqlının ümumiyyətlə ümumi diaqonal n vurulsun n-3 bölünsün 2. Mən onu hardan yazdım? 6 vurulsun 6-dan 3 çıxaram 3 bölünsün 2. 9 dənə ümumi diaqonalı var bunun. 9 dənə ümumi diaqonaldan uşaqlar 6 dənəsi kiçikdir, 3 dənəsi böyükdür. Yəni demək istədiyim böyük diaqonallarının sayı deyirsə 3-ü vururam 14-ə. Eləyəcək cəmini istəyir bizdən 42. Ümid edirəm. Nə demək istədiyim aydın oldu. D variantı. Yadda saxlayın düzgün altıbucaqlının 9 dənə ümumi diaqonalı var, 6 dənə kiçik yazaq bura. 3 dənə də uşaqlar böyük. Bu bucağın düsturu deyə yazdım. Sonra gəlirəm 7 nömrəli suala. 7 nömrəli sualda bizə nə deyilir? Deyilir ki, nə deyilir? Belə bir sual verib. Deyir ki, mən bu A kvadratı çıxılsın 4-ü belə yaza bilərəm də. A çıxılsın 2, A üstə gəlinsin 2 şəklində. Bölünsün A minus 2 ilə işim yoxdur. A-nın kubu çıxılsın bu 8-i 2-nin kubu kimi yazsam. Kublar fərqi düsturu kimi bir dəfə bunların minusu. Birincinin kvadratı, birinci və ikinci hasili ikincinin kvadratı. A kvadratı üstə gəl 2A üstə gəl 4 yazaram uşaqlar. Bununla bu gedər. Bununla da bu gedər. Qalacaq surətdə A plus 2 minus A minus 2 yazmalıyam. Qarşıdakı mənfiyə görə plus olar. A-lar gedər 2 üstə gəl 2 4 eləyəcək variant B variantı. 8 nömrəli suala gəlirəm. 8-də nə deyilir? Deyir, bir dənə üç bucağım var mənim. Bir dənə üç bucağım var. Bu A-dır, bu B-dir, bu da C-dir. Bu bucağı sənə deyir 45 dərəcə vermişəm. 45 dərəcə vermişəm. DY-ni 3 vermişəm. Bu nədir? DY hündürlükdür. Əgər bildiyim məsələdirsə bu, sadə məsələdir. DY 3-dür. Biri də bəlkə 5-dir. DY 5-dir daha uşaqlar. DY-miz 5-dir bura. Amma DF 3-dür. Bax, üçbucağın oturacağının bir tərəfindən bu tərəfə indirilən hündürlüklə bu tərəfə indirilən hündürlüyün cəmi mənim üçbucağımın ümumi hündürlüyünə gəlib çıxırdı. Bax, bu ümumi hündürlüyə baxın. Bu H. Onda bu H bərabər eləyəcək. 3 üstə gəl 5, 8. O da hardan alınırdı? Bu nöqtələri birləşdirəcəkdim. 2 dənə üçbucağın cəmi ümumi üçbucağın özünün 2 dənə üçbucağın sahələri cəmi böyük üçbucağın sahəsinə bərabər idi. Yəni mən aldım ki, H-ım mənim 8-dir. H-ım 8-dirsə, onda burada 45 dərəcədə xalq uşaqlar. 45-lər bərabər olduğuna görə burada 8-dir. Onda Pifagordan bura 8 kökdəki eləyəcək. Yəni cavab B variantı.
Gəlirəm 9 nömrəli suala. 9 nömrəli sualda nə deyilir? Deyilir ki, tənliyi ilə verilmiş çevrə bu nöqtəsindən keçir, bu çevrənin radiusunu tapmaq lazımdır. Uşaqlar, tənliyi ilə verilmiş nöqtə bu nöqtəsindən keçirsə, mən gətirib birinci x-ınla y-ın yerinə qiymətləri qoyub yazaram. Yazaram x-ın yerinə 5-in kvadratı, çıxılsın 4 vur 5, üstə gəl y-ın yerinə 1-in kvadratı, üstə gəl a vurulsun 1, çıxılsın 12 bərabərdir 0. 25 çıx 20, 1 üstə gəlinsin, burada a, çıx 12, o da bərabərdir 0. 5 üstə gəl 6, səhv eləmədimsə, a-mız 6-dır uşaqlar. İnşallah hesabımı səhv eləməmişəm. Gətirib yerinə qoyaram x kvadratı, çıx 4x, üstə gəl y kvadratı. A-nın yerinə 6 qoysam, 6y çıx 12, bərabərdir 0. Bu, bugünkü dərsimiz idi. Ümid edirəm, səhv yazmazsınız. X kvadratı çıx 4x, üstə gəl 4 yazsam düstur olar. Y kvadratı üstə gəl 6y, üstə gəl 9 yazsam düstur olar. Misal özümdən 4 ilə 9 əlavə eləmişəm. Ona görə, yəni 13 əlavə eləmişəm. Ona görə bir dənə 13 çıxıram. 12 də özündə var idi. Uşaqlar, bunun bu hissəsi x minus 2-nin kvadratının açılışıdır. Bunun bu hissəsi y üstə gəl 3-ün kvadratının açılışıdır. Minus 25-i də sağ tərəfə apararam. Mərkəzi koordinatları soruşursa 2 ilə mənfi 3-dür. Amma radiusu soruşursa r kvadratı 25-dirsə r-miz 5 eləyəcək. Nəticədə cavab radiusunu soruşur. 5. Gəlirəm 10 nömrəli suala. Maraqlı suallardır, düzdürmü? Qəşəng suallardır. Üstə gəlinsin kosinus 18 dərəcə, bölünsün sinus 9 dərəcə, üstə gəlinsin sinus 18 dərəcə. Uşaqlar, 2 qat arqumentləri görürəm, özümü itirmirəm. Topluda da var bununla bağlı sual. 2 vurulsun 9 bunu yazıram, 2 vurulsun 9 bunu yazıram. Yəni 1 üstə gəl kosinus 9, üstə gəl kosinus 2 alfanın kosinusdan açılışını yazaram. Kosinus 2 alfa bərabər idi. 2 kosinus kvadratı alfa üstə gəlinsin 1. Bax, bunu düstur, bunu altından xat çəkdiyimə tətbiq eləyəcəyəm. 2 dənə kosinus kvadratı 9 üstə gəlinsin 1 yazaram. Üzərinə gəlinsin, bölünsün daha doğrusu. Sinus 2 alfanın da açılışını yazaram, onu da buradan yazıram. Sinus 2 alfa bərabərdir. 2 dənə sinus alfa, kosinus alfa. Onu da buna tətbiq edəcəyəm uşaqlar. Sinus 9-dan işim yoxdur. Üstə gəl 2 dənə sinus 9, üstə vurulsun kosinus 9. O da bərabərdir uşaqlar. 1 üstə gəl 1. Mən bunu buradan silib 2 yaza bilərəm bunu. Surətdə nə qaldı ki? Kosinus 18, o da kosinus idi, düzdürmü? Bəli, kosinus 18 ilə açsam, heç nə, ixtisarımıza aparaq da ən yaxşısı. Burada 2 kosinus kvadrat alfa minus 1-dir, plus yazmışam. Onda 1-lər gedəcəkdir, düzdürmü? Bu 1 ilə bu 1 gedəcək. Bax, bununla bu. Surətdə qalacaq kosinus nəyi? 9-u mötərizə xaricinə çıxartsam, 2 dənə kosinus 9, üstə gəl 1. Baxın, səhv eləməyim. Məxrəcdən sinus 9-u mötərizə xaricinə çıxartsam, 2 dənə yenə kosinus 9, üstə gəl 1 qalır. Bunlar gedər kosinusu. Sinusa bölsəm uşaqlar, tangens, kotangens başlayın. Kotangens 9 dərəcə eləyəcək. Variant C variantı. Gəlirəm növbəti suala. 11-də deyilir tənliyin köklərindən biri 4 olarsa. Tənliyin köklərindən biri 4 olarsa, bu tənliyin köklərini tapmaq lazımdır. Uşaqlar, gətirib buradakı x-in yerinə 4 qoyub m-i tapa bilərəm. X kvadratı çıx 2x minus m-i bərabər 0 yazaram. X-in yerinə 4 qoyaram. 4-ün kvadratı 16, 2 vur 4 çıx m bərabərdir 0. 16-dan 8-i çıxaram, 8 bərabərdir m-ə. M-imizin yerinə gətirib burada 8 qoyaram. Yəni x kvadratı üstə gəl 8x minus 20 bərabərdir 0. Tənliyin kökləri hansı ədədlərdir? Mənfi 10 və 2. Çünki hasil mənfi 20, cəm mənfi 8-dir. Mənfi 10 və 2. C variantı. Gəlirəm növbəti suala. Gəlin bunları burada eləyək. Növbəti sual nə deyir bizə? Növbəti sualda deyir ki, müstəvi üzərindəki ABC düzbucaqlı üçbucağının A düzbucaq təpəsindən müstəviyə MA perpendikulyarı çəkmirsən. MD perpendikulyardır BC-yə, BD-ni 6 vermişəm deyir sənə. DC-ni sənə 4 vermişəm deyir. AM-i 2 kökdə 3 vermişəm. MD-ni tapmaq lazımdır. Okey. Uşaqlar, müstəvinin özündən qaldırılmış perpendikulyar, oraya indirilmiş hündürlükdən də qaldırılan perpendikulyardır. Hər ikisi 3 perpendikulyar teoreminə görə. 3 perpendikulyar teoremində nə deyilirdi? Mailin proyeksiyası müstəviyə perpendikulyardırsa, özü də müstəviyə perpendikulyardır. Elə deyil. Mən də bunu tətbiq edirəm. Bu da mənim hündürlüyümdür də, burada da bir hündürlük var. Elə deyil 3 perpendikulyara görə. Ona görə bu h-dır. Bu da düzbucaqlı üçbucaqdan yazaram ki, h-ın kvadratı bərabərdir mn düsturuna görə. Yazaram h-ın kvadratı bərabərdir mn. Yəni h bərabərdir kökün altında 24. Buraya yazdım kökün altında 24. Axı burada da 90 dərəcəm var mənim. Onda MD-ni tapmaq istəyirəmsə uşaqlar, yazacağım ki, yenə Pifagor teoreminə görə 2 kökdə 3-ün kvadratı üzərinə gəlinsin, 2 kökdə 24-ün kvadratı. O da bərabərdir 12, 24.
12, 24, 36 elədi. Uşaqlar, o da 6 elədi də. A variantı. Gəlirəm 13 nömrəli suala. Bax, gəlin i'ləri sadələşdirək. 4-ə bölünməni çıxaq buradan. i üstə 17-dən 16-nı çıxsam 1 üstə gəl i olar. Axı 4-ə bölünür i üstə 16. i üstə 19-dan i üstə 16-nı çıxsam i kub eləyər. i kubu da mənfi i'dir. Bu da getdi. Uşaqlar, 1-i 1-ə vuraram 1 eləyər. i-ni i-yə vuraram i kvadrat eləyər. Birinci mötərizəni açdım. 1 minus i ilə də işim yoxdur. i kvadratı mənfi 1-dir. 2 mənfi müsbət 1 eləyər 2. 2-ni i-yə vuraram. Qoy yazım. 2, 1 minus i. 2-ni 1-ə vuraram 2, 2-ni i-yə vuraram 2. Həqiqi hissəsini soruşur 2. Xəyali hissəsini soruşsaydı mənfi 2 olacaqdı cavabım. Gəlin növbəti suala. Növbəti sual hansıdır? 14 nömrəli sualdır uşaqlar. 14. Deyir ki, A, 15 və B ədədi silsilənin hədləridir. Bu ədədi silsilənin hədləridirsə, ortadakı hədd digər iki həddin ədəd ortasına bərabərdir. Yəni A plus B 30-dur. Uşaqlar, B, 12 və A həndəsi silsilənin hədləridir. Bunlar həndəsi silsilənin hədləridirsə, biz yazacağıq ki, 12-nin kvadratı bərabərdir uşaqlar. A vurulsun B-yə. Yəni bu 144-dür. Sənə deyir ki, A-nın kvadratı üstə gəl B-nin kvadratını tap. Da inanmıram ki, bunu yaza bilməyən şagird olmasın. Bu deyir A plus B-nin kvadratı çıx 2AB. Yəni 30-un kvadratı çıx 2 vurulsun 144. 30-un kvadratı neçə eləyir? Yəni mən bu dəqiqə o qədər yorğunam ki, hər bir şeydə uşaqlar səhv edə bilərəm. 2, 612. 612 cavab. Sonra gəlirəm 15 nömrəli suala. 15 nömrəli sualda nə deyilir? Deyilir ki, düzgün dördbucaqlı piramida. Uşaqlar, düzgün sözü keçirsə, deməli bunun oturacağı kvadratdır. Düzgün dördbucaqlı piramidanın düzgün dördbucaqlı piramidanın oturacağının sahəsi 100-dür. Onda bu kvadratdır. Onda kvadratın sahəsi A kvadratı ilə təyin olunur. Bu 100-dürsə, sən demə müəllimə A-mız 10-dur. Onda burada elədi 10, uşaqlar burada elədi 10. Deyir ki, apofemi 13-dür. Apofem piramidanın hündürlüyü deyil uşaqlar. Yan üzün hündürlüyüdür. Bax bu. Yan üzdə üçbucaqdır. Bax bu üçbucağın hündürlüyüdür apofem. Sənə verib ki, bunun hündürlüyü 13-dür. Apofem 13-dür. Mən də bunu bundan birləşdirib burada bir dənə düzbucaqlı üçbucaq yaradıram. Qırmızı düzbucaqlı üçbucağa baxın. Və apofemdən söhbət gedirsə, daxilinə çəkilmiş apofem. Oturacaqdakı fiqurun daxilinə çəkilmiş çevrən radiusu idi. Yəni kiçik yer. Kvadratda da kiçik yer tərəf bölünsün 2 idi. Yəni 10 bölü 2 5 idi. Bura 5. Uşaqlar, 13-ün kvadratından 5-in kvadratını çıxsam, mənim hipotenuzum eləyəcəkdi 12. Nə soruşur ümumiyyətlə bizdən? Hə, həcmini soruşur. Həcmi isə piramidanın 3də 1 S oturacaq vurulsun H-dır. O da eləyəcək 3də 1. S oturacağımız 100 idi. H-mızı da 12 tapmışam. 12-ni 2-ə bölərəm 4. 4-ü də 100-ə vuraram. 400 kub metr eləyəcək cavabım. Çətin məsələ deyildi təbii ki. 16-ya baxın. 2 bölünsün. Loqaritm. Kökdəkini yaza bilərəm. 2 üstü 2-də 1. Burada 80. Üzərinə gəlinsin 1 bölünsün loqaritm 5 80. Üzərinə gəlinsin 3 bölünsün 2 loqaritm 4-ü yazaram 2-nin kvadratı. Burada da 80 yazaram. Loqaritmin xassəsinə görə bu 2də 1 qarşıya tərsi kimi gələr 2 kimi. Bu getdi. Loqaritmin xassəsinə görə bu qarşıya tərsi kimi gələr 2də 1 kimi. Bu da getdi. Bu 2 ilə bu gedər. 1 bölünsün loqaritm 2-dən 80. Üstə gəl 1 bölünsün loqaritm 5-dən 80. Üstə gəl 2-lər gedər, 3 bölünsün loqaritm 2-dən 80. O da bərabər eləyəcək gənclər. 1 bölünsündən azad etmək istəyirəmsə 80 ilə 2-nin yerini dəyişərəm. 80 ilə 5-in yerini dəyişərəm. 80 ilə 2-nin yerini dəyişərəm. Uşaqlar. Bu 4 dənə 80 dənə 2 eləyər. 80-dən 2. Üstə gəl loqaritm 80-dən 5. Bu 4-ü 2-nin qüvvətinə gətirə bilərəm. Hər ikisi 80 əsası olduğuna görə 2 üstü 4 16 eləyər, vurulsun 5. Əsaslar eyni olanda toplamanı vurma ilə əvəz eləyə bilərəm. Loqaritm 80-dən 80 eləyər. O da 1 eləyəcək. Gəlirəm 17 nömrəli suala. 17-də nə deyilir? Deyilir ki, uşaqlar, tangens 4x bərabərdir kotangens 50-yə. Bu kotangens 50-ni tangens 40 dərəcə yaza bilərəm. Düzdürmü? Argument bərabər idi uşaqlar. Tangens və yaxud da ki, hər ikisi üçün mən belə bir şey yaza bilərəm də. Bizdə verilən misalı belə çevirə bilərəm ki, argument bərabərdir 4x üçün. Bu da tangensdir, bu da tangensdir. Yəni 40 dərəcə üstə gəlinsin. Pi k yaza bilərəm. Pi k.
4x də bərabərdir 40 dərəcə üstə gəl 180k. Hər tərəfi də ərimirəm uşaqlar. Gətirib bölürəm neçəyə? 4-ə. 10 eləyər. 184-ə böləndə neçə eləyir? 45k, hə? Deyir ki, 0-la 180 dərəcə arasındakı həllələrinin cəmini tapmaq lazımdır. Tapaq da, gətirib k-ya uşaqlar 0 verərəm. K-ya 0 versəm, x 10 dərəcə eləyər. Okeydir. Gətirib k-ya 1 verərəm. 10 üstə gəl 45. X-imiz eləyəcək 55 dərəcə. Daxildir bura? Daxildir. Maşallah. Gətirib k-ya 2 verirəm. Mənfi qiymətlər verməyim, onsuz da mənfi ödəməyəcək. K-ya 2 versəm uşaqlar. 10 üstə gəlinsin 45 vur 2. Ödüyür 100, ödüyür. Vay vay, bunların cəmini istəyirik. K-ya 3 versəm. 10 üstə gəlinsin 45 vurulsun 3. Bu da neçə eləyəcək? 135, 10. 145 dərəcə. K-ya 4 versəm. 10 üstə gəlinsin 45 vurulsun 4. 180, 4 dəfə 5, 22 yadda. Bu ödəmir. 180 aşır. 10, 55, 100, 145 istəyir. Bu 245 eləyər. Bu da 65 eləyər. Toplasam 10 0 yazaq 1 yadda. 1 310. Uşaqlar, hesablama səhv eləmişəmsə üzrlü sayın, amma hesablamalar düzdürsə cavab eləyəcək 310. Gəlin növbəti suala. Doğranı oturacağının radiusundan 4 dəfə böyükdür deyir bizə. Biz baxırıq 18 nömrəli suala. Deyir, doğranı oturacağının radiusundan 4 dəfə böyük olan konusun yan səthinin açılışındakı sektorun mərkəzi bucağının dərəcə ölçüsünü tapmaq lazımdır uşaqlar. Sektorun açılışındakı mərkəzi bucaqdan danışırıqsa fi-dən, o da bərabər idi. R vurulsun 360 dərəcə, bölünsün L idi, elə deyil. Sənə də deyir ki, buradakı bu L, baxın burada yazaq L, 4 dənə R-ya bərabərdir, radiusa bərabərdir. Mən bunun yerinə 4 dənə R qoysam, uşaqlar, R-lər gedər, 360-ı 4-ə bölərəm, 90 dərəcə eləyər. Baxın, o bükülmədən alınır da, bax bundan. Bu sektoru bükürsən, necə ki, simişqanın qabığını bükür deyə yadınızdadsa, onu bükəndə konus alınır. Bax, onu bükəndə konus alınır. Onda belə çıxır ki, buradakı bu doğran radius, bax bu radius. Burada doğran rolunda çıxış edir. Mən onu sindir və konusun izahında vermişəm. Yaxşı, 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü isə sarı rəngdə olan kubu 3 dəfə ardıcıl atdıqda. Deməli, kubdur uşaqlar. Mən bunu 3 dəfə ardıcıl atmışam. Kubun da bütün üzləri 6 dənə üzdən ibarətdir də, elə deyilmi? Ona görə hər dəfə məxrəcə yazacağım 6-lar. Onda yazarıq müəllimə. Buraya yazaram 6. Burada və 6 və 6. Deyir ki, 3 üzü qırmızıdır. Qırmızılar 3 dənədir müəllimə. 2 üzü yaşıldır. Yaşıllar 2 dənədir. 1 üzü də sarıdır. Sarılar da 1 dənə. Kubu 3 dəfə ardıcıl atdıqda üst üzə düşən rənglərin müxtəlif rəng olması hadisəsi. Uşaqlar, rənglər müxtəlif olsun deyirsə bizə, mən bir dəfə qırmızıdan götürə bilərəm, bir dəfə yaşıldan götürə bilərəm, bir dəfə də sarıdan götürə bilərəm də, elə deyil. Axı şərti özü qoyur, deyir, üçü də müxtəlif rəngdə olsun. Amma bu bir dəfə atdığımızdır. Axı biz bunu 6 dəfə ata bilərik. Elə deyil. 6 dəfə ata biləriksə bir dənə də vurulsun 6 yazaram. 6-lar gələcək. Qalacaq bu 6 ilə də bu 6 gələcək. Bizdə ehtimalımız qalacaq 6-da 1. Gəlirəm 20 nömrəli məsələyə. D1, D2 düz xəttləri bir nöqtədə kəsişir. Alfa, beta, gamma bucaqları uyğun olaraq düz. Alfamız 3x-dir uşaqlar. Betamız 5x-dir uşaqlar. Qammamız da 4x-dir. Bura 4x-dirsə qarşılıqlı bucaqlar bərabərdir. Burada 4x-dir. Yəni mən bunları toplasam 3x üzərinə gəlinsin 4x üzərinə gəlinsin 5x-im 180 dərəcədir. 12x-im 180 dərəcədirsə 180-i 12-yə bölə bilərsiniz mənim üçün? 15. X-im 15 dərəcə eləyəcək. Yəni 3-ü 15-ə vurub bura 45 dərəcə yazaram. 4-ü 15-ə vurub bura 60 dərəcə yazaram. 5-i də 15-ə vurub bura 75 dərəcə yaza bilərəm. Alfa, beta, gamma bucaqlarının dərəcə ölçülərindən danışır uşaqlar. Sadə sual idi. Gəlirəm 21 nömrəli suala. Əgər modul ədəddən kiçik idisə, biz demişdik ki, həmin modul 6 ifadəni həmin ədədin mənfisi ilə müsbətinin arasında yazacağıq. Yəni, mənfi B ilə müsbət B-nin arasında yazacağım. Bu biraz maraqlı sualdır. A-nı sola və sağa da aparıram. Həm sola, həm sağa. Onda A minus B qalacaq burada. Burada da qalacaq B plus A. Baxın, mənfidir. Sola və sağa aparanda müsbət olur. Və bu aralığı da verib ki, mənfi 3 və 9-dur. Onda müəllimə A minus B-miz 3-dür, mənfi 3-dür daşı. B plus A-mız isə 9-dur. Mən bunları tərəf-tərəfə toplasam, B-lər gedər. 2A-mız bərabərdir 6-ya, A-mız da bərabər eləyəcək 3-ə. A-mız 3-dürsə gənclər, gətirib burada A-nın yerinə 3 qoysam, 9-dan 3 çıxıb B-ni 6 yazaram. Yəni bizə 3 vurulsun 6-dan danışır. Nəticə etibarı ilə cavabımız eləyəcək 18. Fərqli sualdır, maraqlı sualdır.
22 və 23 nömrəli suallar. 24, bir də 25 var imiş burada. 22 nömrəli sual. Deyir ki, y bərabərdir 2x funksiyasının qrafikini B və C nöqtələrindən keçir. Aha. Deyən məsələyə baxaq. Y bərabərdir 2x funksiyasıdır. B və C nöqtələrindən keçir. A-mız 1 və 0 nöqtəsidir. Yəni, bu nöqtə uşaqlar 1 və 0 nöqtəsidir. Onda y bərabərdir 2 vurulsun 1 funksiyanın özündə yerinə qoysam, bu nöqtəmi isə 2 nöqtəsidir, elə deyil. Yəni, buradan bura qədər məsafəmiz 2-dir. Mən bunu gördüm bir dənə. Deyir ABCD. ABCD. Bu trapesiyanın sahəsi. Heç nə, trapesiyanın sahəsini verib də sənə. Trapesiyanın sahəsini verib ki, 8-ə bərabərdir. Mənə deyir ki, nə deyir? C nöqtəsinin koordinatını tapmaq lazımdır. Mən nə fikirləşirəm uşaqlar? Bax, C-nin bir koordinatı digərindən 2 dəfə böyükdür. Mən bir dənə trapesiyanın sahəsi üçün yazaram ki, 8 bərabərdir, kiçik oturacaq, üstə gəl böyük oturacağı tapmalıyam. Böyük oturacağım, bura bir dənə T qoysam uşaqlar, bax, bura gətirib T yazsam, bura 2T eləyər. Yəni, mənim böyük oturacağıma fikir verin, 2T eləyəcək. Yəni, 2 üstə gəlinsin 2T bölü 2 vur hündürlük. Hündürlüyə baxın, buradan bura qədər olan məsafədir. Buradan bura qədər olan məsafə də T-dir, burada 1-dir. Bura yazacağım T minus 1. Müəllimə, T minus 1. Uşaqlar, 2-ni 2-yə bölərəm 1. Üstə gəl 2T-ni 2-yə bölərəm T. Burada da T minus 1 yazaram. Bərabərdir 8 yazarıq. T kvadratı çıxılsın 1 bərabərdir 8-ə. T kvadratı 9 eləyər. Hansı ədədin kvadratı 9-dur? Müsbət 3-lə mənfi 3-ün gənclər. Bizə də nə lazımdır? Müsbət olan koordinat lazımdır təbii ki. Mən onu da gətirib yerinə 3 qoyaram. Bunun yerinə 3 qoysam, y-ımız da eləyəcək 6. C-nin koordinatlarını soruşur. T-mizi tapmışdıq ki 3-dür. Bura 3-dür, burada 6. Yəni, mənim C-min koordinatları 3 və 6 eləyəcək. Maraqlı sual idi, dəyişik sual idi. Gəlirəm 23 nömrəli suala. 23-də deyir, ABC üçbucağında AC perpendikulyardır BC-yə. AD bərabərdir BD-yə. Yaxşı, AC-ni 12 verib, YB-ni deyəsən 8 verdi. Aha, YDB üçbucağının sahəsindən danışır. Uşaqlar, bunu ortadsa, orta nöqtədirsə. Demişdim ki, ya hündürlük, ya da paralel düz xat çəkməklə olur. Mən buradan bir dənə hündürlük indirsəm, çünki üçbucağın sahəsindən danışır. İndirdiyim bu hündürlük, bu da hündürlük olduğuna görə paraleldir buna və orta xəttdə olur. 12-nin yarısı bura 6 eləyər. Mənim üçbucağımın sahəsi də uşaqlar 2-də 1 AH eləyəcək. 2-də 1 AH-a görə yazacağam ki, müəllimə, A-mız 8-dir, H-ımız da 6-dır. Bu da eləyəcək 24. 24 və 25 nömrəli məsələlər. 24 nömrəli məsələ bir balaca uzun çəkəcək. Göstərişindən bilinir. Amma 26, 25-i yazmaq olar, hə? Tez. Gəlin 25-i yazım, sonra 24-ə gəlim. 25-də deyir ki, bura alfadır, burada alfadır gənclər. Bura beta qoysam, qarşılıqlı bucaqlar bərabərdir, burada betadır. Onda bura gamma olar, burada gamma yazaram. Çünki alfası, betası, gamması, alfası, betası, gamması. Onda belə çıxır ki, A, Y, C üçbucağı oxşardır uşaqlar. Bağışlayın, A, Y, D üçbucağı oxşardır F, C, D-yə. Bu üçbucağa və bizə CD-ni 16 verib. CD 16-dır. Onda bura 8 bölünəcək. FC'ni də 4 verib. Yazaram ürəyim hansı üçbucaqdan istəyirsəm. A7 üçbucağından başlayaq. Alfanın qarşısındakı tərəfin 8-in, betanın qarşısındakı tərəfi 7-yə nisbəti. Digər üçbucaqda, bağışlayın, alfanın qarşısındakı tərəf 4-ə nisbəti. Digər üçbucaqda betanın qarşısındakı tərəfi 7-nin, orada betanın qarşısındakı tərəfi FD-yə nisbəti. Gammanın qarşısındakı tərəf AD-nin uşaqlar. Digər üçbucaqda gammanın qarşısındakı tərəf bağışlayın 16-ya nisbəti. Buradan da AD-miz eləyir, səhv eləmirəmsə 32. Səhv eləmədim uşaqlar, 16-nı 4-ə bölsəm, xeyr, səhv eləmədim. AD 32-dir, burada 16-dır. Bizim perimetrimiz eləyəcək. 16 üzərinə gəlinsin 32-ni 2-yə vuracağım. Bu da eləyəcək 48 vurulsun 32, 96. Bu məsələmiz belə getdi. İndi mən gəlib 24 nömrəli məsələyə. 24 nömrəli məsələdə isə bizə nə deyir? Müəllimlər otağının məlumat lövhələrinin birincisində eyni ölçülü 3 kağızdan ikisi üfüqi, biri isə şagülə asılmışdır. Üfüqi asılmış kağızların 2 cm uzunluğundakı hissəsi ikinci məlumat lövhəsində 2 şagülə. Okey, mən bunu belə yaza bilərəm. Daha doğrusu belə analiz edə bilərəm uşaqlar. Bax, məlumat lövhəsindən danışıbsam, mən bütün bu hamısına x desəm, bax buradan bura qədər bir dənə x yazaq da. Bura x desəm, bu hissə, bax bura hissə. Bura x minus 2 eləyər. Deyilmi? Deyil. Bura bir dənə y qoyaram. Eyni şeydir. Burada y-dır. Çünki bunlar bir-birinə bərabərdir. Uşaqlar 2-ni buradan çıxıb, 2-ni buradan çıxıb. Yəni y minus 4 olacaq bu balaca hissə. Eyni qaydanı bura tətbiq eləsəm, bundan bura qədər hamısı x-dır.
Amma bu 2-ni çıxsam, bura x minus 2 alınır. Yəni hamısının uzunluğunu 33 veribsə, bu var hamısının içində. X minus 2, üstəgəlinsin 2, üstəgəlinsin y minus 4, üstəgəl 2, üstəgəl x minus 2, bərabər uşaqlar 33-ə. Deyəsən 2, 2, 4 ilə bunlar getdi. Qaldı x üstəgəlinsin, x üstəgəl x 2x, üstəgəlinsin y, mənfi 2, mənfi 2, mənfi 4. 33-ün üstünə 4 gələndə neçə eləyəcək uşaqlar? 37. Eyni şeyi digərinə tətbiq edə bilərəm. Bax, bura y idi, opşi, hamısı. Onda bu balaca yer y-dan 3'e çıxıb y minus 3 yazaram. Axı, hamısı y-dır. Bax, bura qədər. Yenə eyni şeyi bura tətbiq eləsəm, y minus 3 bura yazaram. Düzdür? Düzdür müəllimə. Hamısı x idi uşaqlar. Bax, bura opşi x idi. Bura 3, burada 3'dür. Deməli, bura x minus 6 qalar. Onda burada x minus 6 eləyər. Bu parçanın uzunluğu y minus 3, üstəgəl 3, üstəgəl x minus 6, üstəgəl 3, üstəgəl y minus 3, 26 eləyəcək. Uşaqlar, aşağılar. 6'lar gedər. 2y üstəgəl x neçə qalacaq? Mənfi 3, mənfi 3. Mənfi 6, 26'nın üstünə 6 gələ bilərsiniz. 32 eləyəcək. Mən inşallah ki, səhv hesablama eləməmişəm. Yazıram, bax, bir əlimdə bu var, tənliklər sistemi kimi, bir də bu var. Gəl bunun hər tərəfini vurum 2-yə. 2-yə vursam 4x üstəgəl 2y bərabərdir 74-ə. Deməli, bununla bunu tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsam 2y-lar gedər. 4x-dan x-i çıxsam 3x eləyər. 74-dən 32 çıxsam 42 qalır. 42-ni də 3-ə bölsəm uşaqlar 14 eləyəcək. Məndə x-im 14-dür. X-im 14-dürsə gətirib bura 14 qoysam. 32-dən 14 çıxaram 18, 2 yerə bölərəm y-ım da 9 eləyər. Məlumat lövhələrində verilənlərə əsasən bir kağızın ölçüsünü tapmaq lazımdır. X və y-da kağızın ölçüləri 9 və 14. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.